Salam və hörmətli izləyicilərimiz, Binəqədi DSK yolunda yeni bir həyət evimiz satışa çıxıb. Evimiz 3 otaqdan ibarətdir. Buna gördüyünüz kimi evimizin həyət hissəsidir. Gördüyünüz kimi ağac əkmək də olar. Burada özünüz üçün, məsələn, gül bağçası yaratmaq olar. Nə evinizsə. Bax, burada evimizin böyük tərəfidir, gördüyünüz kimi. Burada kombi yeridir. Baxın, paltar asmaq üçün Akdengi evin qırağında yerdir. Gördüyünüz kimi. Bura balaca bir qladovkasıdır. Evimizin indi aşağı yığılıb. Hal-hazırda yaşayış var evimizdə. Evimiz daş evdir. Gördüyünüz kimi daşla tikilmə evdir. Yəni yerdən 5 daş kürsürüdür. Bura evimizin giriş hissəsidir. Gördüyünüz kimi girişdə belə bir kiçik mebel yığmaq olar. Qutbu üçün, ayaqqabı üçün, yəni istədiyiniz üçün yığa bilərsiniz. Evimiz təzə remont olunub. Görüyorsunuz şimdi çok mutlu oldu yerimizde. Gel yakından bir tane Sanzer'den başlayaq. Cilt sərrafası var. Bura evimizin Sanzer hissəsidir. Təzə remontdan çıxıb ev yiyəsi təzə remont edib. Bura bir dənə bir yataq otağı gördüyünüz kimi. Hələ içində mebel olan var. Düzdür, otaq biraz xudmanlı amma rahat bir otaqdır. İstədiyiniz kimi özünüz də dizayn edə bilərsiniz. Bura evimizin qonaq otağı hissəsidir. Baxın. Gördüğünüz kimi təzə remont olunub ev. Yəni çox gözəl qəşəng remont edib. Özüm də çox xoşuma gəldi belə evlə. Yəni belə evlə həqiqətən də retqetli çəkirik. Mən içəri gələndə dedim, bu evin dizaynı, yəni öyrəşdiyimiz evlər kimi deyil, tam fərqlidir. Yəni bura mətbəx hissəsidir. Baxın. Allah benim mənim olayım. Bütün gün oturup burada. Bugün de özel Real Barça oynuyoruz. İndi bilənlər bilir. Oturup burada səhərə qədər futbola baxıyoruz keyfli. Yəni həqiqətən ev mənim də çox ürəyimcə oldu. Çəkdiyimiz, paylaşdığımız, yəni hər ev kimi deyil də. Yəni bu evin də bir fərqliliyi var. Burada pəncərəsi gördüyünüz kimi bayaq sizə göstərdiyim o Qladovka tərəfi açılır. Yəni öz həyətinə açılır. Evimiz kombi sistemi ilə quraşdırılır. Stil sistemi kombidir. Evimiz iki cür satılır. Yəni necə? Əşyalı satılır, əşyasız satılır. Əşyanın qiymətində, əşyasız satılanda bir dənə kombi, bir də mətbəx mebeli qalır. Əşyalıda isə indi biraz qiymətli dəyişiklik olur. Qapılarımıza baxın, görək. Gördüyünüz kimi qapısı da keyfiyyətli qapıdır. Yaxşı qapıdır, ucuz qapı deyil. Evimizlə bağlı kimin də sualı olarsa bizə direktdə də yaza bilər və aşağıdakı nömrələrimizdən də əlaqə saxlaya bilər. İnşallah bu evdə gedər qiymətli, amma həqiqətən mən də çox xoşuma gəldi. Yəni əla bir ev idi. Sağ olun, diqqətinizə görə.